Bilirsinizmi, 100 metr məsafəyə qaçanda start çox vacibdir. Hazırsan? Diqqət. Hop! Yaxşısan. Qaçış yolunuz müəyyən olunandan sonra start xəttinə yaxınlaşırsınız. İlk komanda starta komandası olacaq. O komanda ilə təkən ayağınızı irəli qoyursunuz. Əgər təkən ayağınız sol ayaqdırsa, deməli sağ əlinizi irəli çıxardacaqsınız. Növbəti komanda diqqət komandası olacaq. Diqqət komandası ilə gövdənizi biraz irəli əyib, bədən yükünüzü öndəki ayağa keçirirsiniz. Və sonuncu komandamız atəş səsi və yaxud da ki, marş komandasıdır. Marş komandası ilə var gücümüzdən irəli qaçırıq. Abala, başa düşdün? Hə, müəllim, onda icra elə. Start da. Diqqət. Hop! Mən də belə qaça bilərəm. Məşq eləsən, təbii ki, qaça bilərsən.